2025-ci ildə vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 6897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib. Müvafiq inzibati tənbih tədbirləri görülüb. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətində keçirilən mətbuat konfransında qurumun rəisi Vəli Quliyev deyib. 2025-ci ilin fəaliyyətin nəticəsində vətəndaş müraciətlərin araşdırılması ilə 842 min manat vətəndaşlara ödənilməmiş vəsaitin ödənilməsi təmin olunmuşdur. Bunun böyük hissəsi ödənilməmiş və yaxud da gecikdirilmiş əmək haqqıdır. Əlavə olaraq bildirmək istərdim ki, 89 nəfər əmək müqaviləsinə qeyri-qanuni xitam verilməsi nəticəsində xidmət tərəfindən araşdırma nəticəsində həmin vətəndaşlar öz işlərinə bərpa edilmişdir.